Kürdəmirdə avtomobil aşıb. Kanal 10 TV Azərbaycan Avtosfer AZA istinadən xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb. Belə ki, Mercedes markalı avtomobilin sürücüsü Nahid Hafiz oğlu Abdullayev Bakı istiqamətində hərəkətdə olarkən qəfildən idarə etməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq bir neçə dəfə çevrilib. Qəza zamanı xəsarət alan olmasa da avtomobil yararsız hala düşüb. Hadisə yerinə Kürdəmir rayon polis şöbəsinin dibinin əməkdaşları cəlb olunub. Görüntünü təqdim edirik. Faktla bağlı araşdırma aparılır.